Şərtdə bizə deyir ki, K nöqtəsindən 20 metr bölü saniyə sürətlə atılan bir cisim L nöqtəsindən 5 metr bölü saniyə sürətlə keçir. Cismin kütləsi 4 kiloqram olduğuna görə cismə təsir edən sürtünmə qüvvəsini tapın. Burada cismin sürətinin azalmasına səbəb, yəni kinetik enerjisinin azalmasına səbəb ona sürtünmə qüvvəsinin təsir etməsidir. Yəni, cismin kinetik enerjisinin dəyişməsi sürtünmə qüvvəsinin gördüyü işə bərabər olur. Deməli, M bölünsün 2, V2'nin kvadratı minus V1'in kvadratı bərabərdir mənfi F sürtünmə vurulsun S. Buradan da F sürtünmə bərabər olacaq M bölü 2, V2'nin kvadratı minus V1'in kvadratı bölünsün 2S kvadratı 400, məsafədəki 5. Aşağıda da bir dənə 2 var. Buradan da F sürtünməni alacağıq 150 Newton. Cavab olar 150 Newton.